31. Düzxətli bərabər sürətli hərəkətdə gedilən yol ilə yer dəyişmə vektorunun modulu arasında hansı münasibət doğrudur? Baxın, burada bir nüansı sizə qeyd eləmək istəyirəm ki, düzxətli hərəkət zamanı, yəni bərabər sürətli hərəkət zamanı yer dəyişmə, bayaq qeyd elədiyimiz kimi yer dəyişmə 0 ola bilir. Yəni, başlanğıc və son nöqtələri eyni nöqtəyə düşərsə, o zaman yer dəyişməsi 0 ola bilir. Yolu isə böyük olmuş ola bilir. Amma yolla yer dəyişmə bir-birinə bərabər ola bilir. Yəni, bu münasibət doğrudur. Amma yol mənfi olsun, yer dəyişmə müsbət olsun. Yəni, bu kimi hallar olmur. Yəni, burada o D-nin, Y-nin asılılıqları doğru deyil. Və yaxud da ki, yer dəyişmə mənfi olsun, amma burada məsəl üçün mənfi olsun, yol müsbət olsun, olmur. Amma yəni bu yox, bu variantı xətt çəkirik. Yəni amma burada mənfi olsun, yol, yer dəyişmə müsbət olsun, bu kimi hal olmur. Yəni yol mənfi olmur. Daima müsbət skalyardır. Amma əyri-xətli hərəkət zamanı, əyri-xətli misal üçün bu şəkildə hərəkət etdiyimiz zaman bunun yolu yer dəyişməsindən daha böyük ola bilir. Yəni, eli S-dən böyük ola bilir. Çünki yer dəyişməsi daha balacadır hərəkət yolundan, cızdığı trayektoriyadan. Amma bizdən düz xəttli soruşur. Yəni, əyri-xətli bərabər sürətli soruşarsa, biz C variantını götürə bilərik. Amma bizdən düz xəttli bərabər sürətli soruşduğuna görə cavabımız olur A variantı. Amma burada bir növbətini də qeyd edib. Əyri-xətli hərəkətdə, baxın, əyri-xətli hərəkətdə bayaq qeyd elədik, necə olurdu? Əyri-xətli hərəkətdə də Y variantı olacaqdı. Yəni, L böyükdür, S olacaqdı. Bu şəkildə qeyd olunub. Deməli, 33-ə keçirik. Düzxətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının nisbətini hesablayın. Gəlin, ayrı-ayrılıqda qrafikləri səhv salmadan hesablayaq. V1-imiz V1 S1 X böl T. T'lər eyni olduğu üçün elə T yazıram. S1 neçədir? 50. 50 bölünsün T neçədir? 10. Bərabərdir 5. Gətirib burada yazırıq. V1-imiz oldu 5. V2x S1x böl T bərabərdir 20 bölünsün 10. O da bərabərdir 2. Deməli, 5 bölünsün 2 nəyə bərabərdir? Cavab olacaq 2 onda 5. D variantı. 34. Eyni şəkildə V1x bölünsün, V2x bizdən soruşur. Hesablayaq. V1x bərabərdir S1x böl T. O da bərabərdir. S1-imiz neçədir? T'lərimiz də burada fərqlidir. S-lərimiz isə eynidir. S-imiz neçədir? 20 bölünsün. T1 neçədir? Bu şəkildə yazım. Aha. Gəlin bunu başqa rənglə yazım ki, görsənsin. Aha. Deməli, V1-imiz neçədir? Daha doğrusu S1-imiz neçə oldu? 20. 20 bölünsün T1-imiz neçədir? 5 bərabərdir 4. Bəs V2 metr bölü saniyə. Bəs V2-miz S bölünsün. S 20-dir. T'si 10'dur 2. Deməli, S1-imiz 4 elədi, V1-imiz 4 elədi, V2-miz 2 elədi. Cavab olacaq 2. Yəni, Y variantı. Aydın oldu, ümid eləyirəm. 35. Cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Buna əsasən sürətin proyeksiyasını hesablayın. Sürətin düsturu necə idi? V bərabərdir, Vx bərabərdir, Sx bölünsün T. Sx nəyə bərabər idi? X çıxılsın. X 0 bölünsün T. Baxırıq. X-imiz neçədir? Sonuncu. 20. X 0-ımız neçədir? Yəni başlanğıc 5. T'imiz neçədir? 5 böl 5 bərabərdir. 15 bölünsün 5 bərabərdir 3. Metr böl saniyə. Cavab D variantı. 36.
Eyni şəkildə cismin koordinatının zamandan asılılıq qrafikinə əsasən onun sürətinin proyeksiyasını hesablayın. Vx bərabərdir Sx çıxılsın, bölünsün t. Sx nəyə bərabərdir? X çıxılsın. X0 bölünsün t'yə. X'imiz son 16 çıxılsın. Başlanğıc 4. Zamanımız, daha doğrusu t'miz 4. Bölünsün 4. 16 çıx 4. 12. Buradan yazın. Karışmasın. Bərabərdir. 12 bölünsün 4 bərabərdir 3 metr böl saniyə. Cavabımız Y variantı. 37. OX oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən böyükdür? Deməli, bizdən nəyi soruşur? Hərəkət zamanı cismin yer dəyişməsinin modulunun ən böyük olmaq. Cismin yer dəyişməsi modulunun ən böyük olmağı, onun sürətinin də böyük olmağı deməkdir. Baxırıq, bizim tənliyimiz, asıllığımız necədir? X bərabərdir. X0 üstə gəlinsin. V0T. Misal üçün yazdım da indi bunu. V0T. Yəni, mən bunu X oxu istiqamətində, X oxunun əksi istiqamətində, yəni bu şəkildə yazmamışam. Sadəcə asılılıq olaraq yazmışam ki, biz təxmin olaraq götürək. Baxaq, hansının V0-ı, yəni V-si böyükdürsə, demək onun yer dəyişməsi ən böyükdür. Burada 4-dür, burada 3-dür, burada 1-dir, burada 2-dir, burada 6-dır. Demək cavab A variantı. Eyni şəkildə 38-ə baxaq. OX oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən kiçikdir? Burada 3-dür, burada 2-dir, burada 1-dir, burada 6-dır, burada 4-dür. Cavabımız olacaq kiçikdir deyə B variantı. 39. Hərəkət tənliyi x bərabərdir 6 üstə gəl 3t şəklində verilmiş maddi nöqtənin 4 saniyədə yer dəyişməsini hesablayın. Deməli, yer dəyişmə nə edir? Sx bərabərdir x çıxılsın x0. Doğrudur. Bizdə x-i verib, x-i tapaq. X bərabərdir 6 üstə gəlinsin 3. T-ni verib 4. Neçə elədi? 12 üstə gəlinsin 6, 18 metr. Deməli, x-i tapdıq 18 çıxılsın. X0'ımız da var burada. 6 bərabərdir 12 metr. Cavabımız olacaq D variantı. Eyni şəkildə burada 40-da da. Hərəkət tənliyimiz, onu da yazaq ki, uyğunlaşdıra bilək. X0 üstə gəlinsin V0 T. Baxırıq. 20, bu 20'dir. Bu 6'dır. T də öz yerində. T-ni də bizə onsuz da verib. 2 verib. Deməli, biz x-imizi tapırıq yenə. X gətirib yerinə qoyuruq. 20 üstə gəlinsin 6. T-ni də bizə verib burada 2 saniyə. 6 vur 2, 12. Üstə gəlinsin 20. Eləyəcək 32 metr. X0'ımız yazılıb burada 20 metr. Sx bərabərdir. X çıx, X0. O da bərabərdir. 32 çıxılsın 20. 12 metr. 12 metr yaza bilmədim. Metr. 12 metr. Cavab B variantı. Keçək növbəti səhifəyə. Aha, yenə çevrilmə. 1800 cm böl dəqiqə neçə metr böl saniyədir? Birinci biz yazmalıyıq ki, 1 metr neçə santimetrdir? 100 santimetr. Bir neçə dəqiq? Bir dəqiqəmiz 60 saniyə. 1800 vurulsun 100 bölünsün 60 bərabərdir. Deməli, 1-0 buradan getdi, 1-0 buradan getdi, 6 bundan da bu getdi. 30. Aha, burada 3000 alınır. Yox. Ha, heç demirsiniz ki, biz niyə metrdən saniyəyə keçirik? Santimetrdən metrə keçməliyik. Heç onu demirsiniz. Ona görə qaydırıq təzdən. 1 santimetr 1800
vurulsun. 1 santimetrimiz neçə metrdir? 100. Əgər santimetrdən metrə deyirsə 0,100% sayılacaq. Buradan nə? Dəqiqədən saniyəyə soruşur. Dəqiqədən saniyəyə amma 60'dır. Bunu hansı şəkildə yazacağıq? Bərabərdir. 1800 vurulsun %1 bölünsün 60, yəni vurulsun 60'da 1. Sıfırlar getdi. 6'ya da bölsək burada 10 qalır. 6'ya bölsək burada 3 qalır. Nə olur cavabımız? 0,3 metr böl saniyə. Cavabımız eləyəcək B variantı. 42. Sürətin zamandan asılılıq qrafiki verilmişdir. Cismin 30 saniyə müddətində getdiyi yol 10 saniyə müddətində getdiyi yoldan nə qədər çoxdur? Baxırıq. Bərabər sürətli hərəkət edək. Sürət 10-cu saniyədə də, 20-ci saniyədə də, 30-cu saniyədə də eyni olacaq. Bizdən isə 10-cu saniyə üçün soruşur. 10-cu saniyə üçün yuxarı qaldırırıq. Deməli, V-imiz 4-dür, T-imiz 10-dur. Bizdən nəyi soruşur? Yolu soruşur. S nəyə bərabərdir? Burada ayrı-ayrı 30 saniyə üçün də soruşur. 30-dan da qaldıraq. Deməli, S1 yazaq. Buna 1 yazıram. Buna 2 yazıram. S1. S1'imiz V1 və onsuz da eynidir. Heç ona 1 yazmıram ki, çaşmayaq. V vurulsun T1 bərabərdir. 4 vurulsun 10 eləyir 40 metr. S2 bərabərdir. V vurulsun T2 o da bərabərdir. V'miz eynidir. 4 vurulsun. Bir dəfə cavabı yazım. Yerimiz çatmayacaq. 4 vurulsun 30. 120 metr. Deməli, bizdən soruşur ki, 30 saniyə müddətində getdiyi yol, yəni 120 metr, 10 saniyədə getdiyi yoldan, yəni 40-dan nə qədər çoxdur? Neyinirik? Biraz aşağı eləyək. Burada yazaq. S bərabərdir. S2 çıxılsın. S1 120 çıxılsın. 40 bərabərdir 80 metr. Yəni 80 metr çoxdur. 43. Eyni şəkildə 20-ci saniyədə və 10-cu saniyədə getdiyi yoldan nə qədər çoxdur? 10-cu saniyə və 20-ci saniyə. Yazıram. S1. Buna yazıram 1. Buna da yazıram 2. S1. V1. V'lər onsuz da eynidir. T1 bərabərdir. V'miz neçədir? 4. T'miz neçədir? 10. 40 metr. S2 bərabərdir. V'miz neçədir? Eyni şəkildə 4 vurulsun. T2'miz neçədir? 20 bərabərdir 80 metr. Bizdən də fərqi soruşur. S bərabərdir. S2 çıxılsın. S1 80 çıxılsın. 40 o da bərabərdir 40 metr. Cavabımız olacaq A variantı. 44. İki cismin hərəkət tənliyi bu şəkildə verilmişdir. Onların nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Əgər bizdən iki tənlik verib onların görüşməyini soruşursa, mütləq şəkildə x1 bərabər. Səhv yazdım. x1 bərabərdir x2. Mütləq şəkildə tənliklərini bir-birinə bərabər etməyi. Çünki onlar görüşürlər. Gəlin, indi bərabər eləyib yazaq. Biraz boş yer olsaydı orada rahat yazardıq əslində. Eyb yoxdur, buradan yazaq. Deməli, x1'imiz bərabərdir 5 çıxılsın 2t'yə. x2'miz bərabərdir 2t çıxılsın 5'ə. Gəlin t'ni tapaq. Onsuz da bizdən zamanı soruşur. Deməli, məchulları keçirdəcəm sağa. 2'ni atacağım sağa, yəni. 4t olacaq. 5'i də atacağım sola 10. 10 bərabər olur 4t'yə. T də bərabərdir 2,5 saniyə. Cavabımız olacaq D variantı. 45. Eyni şəkildə görüşdüklərin zamanı soruşursa bizdən, yəni nə qədər vaxtdan sonra görüşürlərsə, eyni şəkildə olacaq. Tənlikləri bir-birinə bərabər edirəm. Elə burada qeyd edəcəm onda. 5. Gəlin burada x1'də yazım ki, kimsə dəftərinə qeyd eləmək istəsə, rahat şəkildə eləyə bilsin. x1 bərabərdir x2. x1'imiz 5 çıxılsın 3t. O da bərabərdir 4t.
4t çıxılsın 9. Deməli, 3t-ni atacağım sağa, 9-u atacağım sola. 14 bərabərdir 7t. T də bərabərdir 2 saniyə. Cavabımız B variantı. 46. OX oxu boyunca düz xətlə hərəkət edən cismin koordinatının zamanlansılıq qrafiki verilmişdir. Bu cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. Baxırıq. Baxın, mütləq şəkildə qrafikdə Y oxu üçün, yəni bu istiqamətdə hansı ifadənin qeyd olunmağına baxın. Koordinat verilibsə, yəni sürət deyil, zaman deyil, misal üçün deyirəm ki, onsuz da zaman orada olmur. Sadəcə, siz mütləq şəkildə baxın ki, orada əgər koordinat verilibsə, bu müəyyən bir hərəkət yol qət eləyib. Baxırıq, 6 saniyə ərzində getdiyi yolu bizdən soruşur. Bu nöqtəyə qədər, bu nöqtəyə qədər. Nə qədər yol getdi? 10 metr. Sonra təzədən aşağı düşdü, düzdür. Təzədən nə qədər aşağı düşdü? Hardan düşdü? 10 metrdən təzədən aşağı düşdü. Deməli, yuxarı qalxıncan 10 metr gedib, aşağı düşüncən də 10 metr gedib. Onda onun hərəkəti hansı formada, yəni getdiyi yolu hansı formada hesablayırıq? Elə 10 üstə gəlsin. 10 bərabərdir 20 metr. Yəni, ən asan formada deməyə çalışdım ki, rahat şəkildə aydın başa düşə biləsiniz. 47. Eyni şəkildə burada. Amma burada mən sizə bunu daha necə deyim? Məsələn, orada daha asan formada Loro dildə izah elədim. Sadəcə 2 dənə eyni test olduğuna görə birinə Loro dildə izah elədim. Birini isə sizə düstur formada yazmaqla qeyd edirəm ki, daha aydın şəkildə başa düşə biləsiniz. Misal üçün, eyni şəkildə burada da baxırıq. Yol deyil. Nəyi soruşur bizdən? Getdiyi yolu soruşur. Əgər getdiyi yol bizdə bilirik ki, hər zaman müsbət skalyar olduğu üçün, əvvəl də qeyd elədiyim kimi heç vaxtı mənfi olmur. Yol heç vaxtı mənfi olmur. Mütləq şəkildə müsbət skalyar olur. Olduğu üçün ümumi eli tapmaq istəsək. El birimiz neçədir? Nə qədər gəlib yenə? Bunu deyirəm ki, mən müsbət olur. Nəzərə alırıq. Yəni, müsbət nəzərə alınır amma x koordinatı üzrə mənfi 20-dir. X-ı, yəni mənfi 20-dir. Amma biz yolunu hesablayırıq deyə müsbət 20 nəzərə alacaq. Deməli, 20 qalxacaq, 20 düşəcək. Onda necə eləyəcək? 51 üstə gəlsin. 52 bərabərdir 20 üstə gəl 20. Bu da bərabərdir 40 metr. Aydın oldu yəqin ki, D variantı. 48. Modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarımçevrə boyunca T müddətində. Digəri isə AB düz xətti boyunca T2 müddətində gəlir. T1 bölünsün T2 nisbətini hesablayın. Deməli, T-nin düsturunu bilirik ki, T bərabərdir S bölünsün V-dir. Lakin birinci və ikinci arasında fərq. Əgər çevrə üzrə hərəkətə baxsaq, bilirik ki, çevrə üzrə hərəkətdə L nəyə bərabər, yəni S nəyə bərabərdir? L, S eyni formadadır. Yəni, çevrənin uzunluğu S bərabərdir 2 pi R-ə bərabərdir. Amma bizdən nəyi soruşacaq? Baxın, bu formada çevrənin yarısı verilib bizə. Əgər yarısı verilibsə, biz də neyəcəyik? Çevrəni yarıya böləcəyik. Böləcəyik 2-yə. O da bərabər olacaq pi R. Deməli, S-imiz nəyə bərabərdir? 1 üçün S1 bərabərdir pi R. Bəs S2 nəyə bərabərdir? Baxın, AB bir buradır, bir də buradır. Bu, əgər mərkəzi nöqtədə verilibsə, çevrə olduğu görünürsə, yarım çevrə formadadır doğrusu. Sadəcə çevrə olduğunu tamamlaya biliriksə, biz burada nə görmüş oluruq? 2 dənə radius, yəni diametrdir. AB diametrdir və həmin o qövsün yarısı, yəni yarısı R olduğuna görə biz diametrini 2R formada götürə bilirik. 2R. Bizdən nəyi soruşur? T. Mütləq şəkildə baxırıq ki, eyni sürət deyirsə, sürətlər stabildir. Yəni, axı sürəti qeyd elədik, T bərabərdir S bölünsün V. Düzdür. Bizdə T1 bölünsün T2 bərabərdir. Sürətlər eynidirsə, S1 bölünsün S2 götürürük. Çünki V'lər avtomatik formada konstant olduğuna görə ixtisara gedirlər. S1-imiz neçədir? Pi R.
Eskimiz neçədir? 2R. Cavabımız R-lərdə gedəcək. Qalacaq pi bölünsün 2. Yəni A variantı. 49. Eyni formada A nöqtəsindən eyni vaxtda hərəkətə başlayan iki cisimdən biri V1 sürəti ilə yarım çevrə boyunca, digəri isə V2 sürəti ilə AB düz xətti boyunca bərabər sürətlə hərəkət edərək B nöqtəsinə eyni vaxtda çatırlar. Burada da eyni vaxtda deyil, yəni T-ləri eynidir. T1 bərabərdir T2, V bərabərdir S böl T. Aha. Yenə də biz S-lərdən istifadə edəcəyik. Yəni çevrənin yarım çevrə olduğunu nəzərə alacağıq. R-ləri nəzərə alacağıq. Yəni burada 2 dənə R olduğunu nəzərə alacağıq. Qövsdən çevrənin diametri, daha doğrusu çevrənin uzunluğu L bərabərdir 2 pi R olduğunu nəzərə alacağıq və S-in əslində 2 pi R olub da 1 olduğuna görə, yəni yarım çevrə olduğuna görə 2-yə bölünməyini nəzərə alacağıq. S2 də bərabər olacaq 2R-ə. Bizdən də V1 bölünsün. V1 bölünsün V2-ni soruşduğuna görə V1-imiz T-lər eynidir deyə ixtisara gedəcəklər və S1 bölünsün S2 yazacağıq. S1-imiz pi R, S2-miz 2R olacaq. Cavabımız R-lərdə gedəcək. Cavabımız qalacaq. Pi bölünsün. Pi bölünsün 2. Yəni B variantı. Ümid edirəm aydın oldu. 50. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin koordinatının zamandan asılılıq qrafiki hansıdır? Baxırıq, düzxətli bərabər sürətlə hərəkət verir bizə və düzxətli bərabər sürətlə hərəkətdə x oxu istiqamətində verir. Yəni, V-ni buranı müsbət verir. Bu şəkildə də verə bilərdi. Bunda x oxun əksi istiqamətində olacaqdır. Amma o şəkildə verməyib, yəni mənfi verməyib bizə. X oxunun yuxarısında müsbət şəkildə verir. Bizdən isə koordinatı soruşur. Koordinatın ümumiyyətlə qrafiki xt bu formada olur. Amma əgər aşağıdan versəydi, biz mənfi şəkildə götürərdik. Bizdən aşağıdan vermədiyinə görə yuxarıdan götürəcəyik və müsbət götürəcəyik. Ona görə cavabımız olacaq C variantı. Növbəti səhifəyə keçək. Bitdi səhifə nömrəsi burada. Aha. 51. Cisim A, B, C, D trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yer dəyişməsindən neçə dəfə çoxdur? Birinci getdiyi yolu hesablamalıyıq, sonra yer dəyişməsini hesablamalıyıq və onların bir-birindən neçə dəfə fərqləndiyini hesablayacağıq. Birinci gəlin biz bunu tamamlamağa çalışaq. Baxın, yer dəyişmə nəyə deyilir? Dedik ki, başlanğıc, yəni A və son nöqtə, yəni D-ni birləşdirən düz xətt parçasına deyilir. İstiqamətlənmiş düz xətt parçasına. Aha. Biz onda bunu tamamlayıb bu formada üçbucaq eləyə bilərik ki, bu AD xəttini hesablaya bilək. Baxırıq, bura 5 yaza bilərik, çünki burada 5-dir. Bura 6 yaza bilərik, 6 metr. Çünki yuxarıda 6-dır və bu aşağıda belə bu formada düzbucaqla alınmış olur. İndi gəlin bizdən L-i soruşur. L-i yazaq. L nəyə bərabərdir? Ən rahatı L-dir, yəni yoldur. Yol hansı hərəkət, yəni hansı hərəkət zamanı trayektoriyanı cızıbsa onları toplayırıq. Bu bizim yolumuz olur. 5 üstə gəl 6 üstə gəl 3 bərabərdir 14 metr. S nəyə bərabərdir? Yəni S yer dəyişmə. AD üçün. Bunu da yazım AD üçün. AD üçün nəyə bərabərdir? Üçbucaq görürük. Baxın, burada üçbucaq görürük. Düzbucaqlı üçbucaq. Bir yanı 8-dir, bir yanı 6-dır. Biz isə buranı tapmalıyıq x-dır. Gəlin bunu başqa bir rəngdən qaralayayım ki, görə biləsiniz. Tam aydın. Baxın, bax, söhbət bu düzbucaqlı üçbucaqdan gedir ki, burası 8 metrdir. Burası 6 metrdir. Aha. Kök altında Pifagor teoreminə görə bilirik ki, x-i tapmağımız üçün kök altında 6-nın kvadratı üstə gəlinsin 8-in kvadratı. O da bərabərdir 36
Üstə gəlsin 64. Kök altında 100. O da bərabərdir 10 metr. Bizdə nəyi soruşur? Neçə dəfə çox olduğunu. L bölünsün S 14 böl 10. O da bərabərdir 1/4 dəfə. Yəni C variantı. Aydın olduğu ümid edirəm. Keçirik növbətiyə. 52 Euler-Venn diaqramında belə qaldıraq. Aha. Tam aydın görünür, ümid edirəm. Aha. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Deməli, Euler-Venn diaqramını yəqin ki bilirsiniz. 2 dənə bizdə çevrə verilir. Onlardan birinciyə aid olan yoldur, ikinciyə aid olan yer dəyişməni qeyd edəcəyik. Üçüncü isə ikisi üçündə ortaq olanları qeyd etməliyik. Vektorial kəmiyyətdir. Vektorial bilirik ki, yol vektorial kəmiyyət deyil, yer dəyişmə vektorial kəmiyyətdir. Yəni ikinciyə aiddir 1. Bura yazıram 1. Vahidi BC-də əsas vahiddir. Bilirik ki, biz həm yolun, həmçinin də yer dəyişmənin vahidi metrdir. Əgər metrdirsə, metr BC-də əsas vahiddir. Yəni bu ikisinə də aiddir. Sonra skalyar kəmiyyətdir. Dedik, yer dəyişmə vektorial kəmiyyətdir, amma yol skalyar kəmiyyətdir. Yəni 3. Hərəkət trayektoriyasının uzunluğudur. Dedik, hərəkət trayektoriyasının uzunluğu nə idi? Yol idi. Bura yazırıq 4. Hərəkət zamanı sıfıra bərabər olur. Bunu əvvəlki misallarda, testlərdə də qeyd elədik. Yer dəyişmə sıfıra bərabər ola bilir, yol isə yox. Hərəkət etdiyimiz zaman yol sıfıra bərabər olmur. Yəni yer dəyişmə. Bura yazıram 5. Hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düzxət parçasına nə deyilirdi? Yer dəyişmə deyilirdi. Yəni 6. Yer dəyişmə yazır. Baxırıq variantlarda birinciyə 3, 4, ikinciyə 1, 5, 6, üçüncüyə 2. Cavabımız B-yə uyğun gəlir. 53. Biraz da salmalıyam. Aha. A nöqtəsindən B nöqtəsinə modulca sabit sürətlə hərəkət edən cismin trayektoriyası göstərilmişdir. Hansı qrafik bu cismin sürətinin OY oxu üzrə proyeksiyasının zamanın asılılığına uyğundur? Baxırıq, OY oxu verdiyi üçün bizdə, yəni OX da verirlər, OY da verə bilirlər. Bizdən OY soruşur. Və Y burada A-ya baxın, bax bu şəkildə. Əgər Y-yə perpendikulyar şəkildədirsə, o zaman onun Y üzrə proyeksiyası, yəni sürəti yoxdur, sıfıra bərabərdir. Yəni A variantı olmaz, 0 olmalıdır, B variantı olmaz, Y variantı olmaz, ya C-dir, ya D-dir. Baxırıq, B hərəkəti hansı formadadır? Aşağıya doğru. Deməli, hərəkət var, yəni qiyməti var, bərabər sürətlə hərəkət olduğu. Sadəcə X oxunun əksi istiqamətdə hərəkət etdiyinə görə, yəni aşağıya doğru, baxın, bu şəkildə, əgər uzatdıqda X oxunu kəsib aşağıya keçirsə, o zaman bərabər sürətlə hərəkətdə sürətin qrafiki X oxundan aşağıda olacaq. Yəni, yuxarıda yox, aşağıda olacaq. C variantı. Aydın olduğu ümid edirəm, cavabımız olacaq C variantı. 54. Cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Grafikin göstərilən hissələrindən sürətlər arasında hansı münasibət doğrudur? Baxın, bucaqlara mütləq şəkildə bunları uzantılarını yazsaq belə, çəksəm. Mütləq şəkildə uzantıları baxırıq ki, alfalar nə şəkildədir? Yəni, bucaqlar nə şəkildədir? Alfa 3 böyükdür, alfa 2-dən böyükdür, alfa 1-dən. Yəni, yuxarıda 3-cü daha kör bucaqdır, yəni kör bucaqdır, getdikcə iti bucaq. Bir isə iti bucaqdır. Ona görə, yəni kör bucaq deyil, daha doğrusu iti bucaqdır, sadəcə olaraq daha böyükdür. Dərəcəsi daha böyükdür. Yəni tangens alfa 3 böyükdür, tangens alfa 2 böyükdür, tangens alfa 1.
Ona görə də sürətlər də eyni formada V3 böyükdür V2-dən, böyükdür V1-də. Aydın oldu. Eyni şəkildə 55-də də bizdən sürətlər arasındakı münasibəti soruşur. Eyni şəkildə burada da 1, 2, 3. Baxırıq. Deməli, birincinin alfası daha böyükdür. Alfa 1 böyükdür. Alfa 2 böyükdür. Alfa 3. Ona görə də eyni şəkildə olacaq. V1 böyükdür. V2 böyükdür. V3. Cavab A variantı. Cisim A, B, C, D trayektoriyası üzrə hərəkət edir. A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yer dəyişməsindən neçə dəfə çoxdur? Baxırıq getdiyi yola. Yolu qırmızı ilə qeyd edirəm. A, B, C, D. Doğrudur. Bizdən nəyi soruşur? A, B, C, D trayektoriya. A-dan D-yə qədər getdiyi yol nəyə bərabərdir? L, A, D. A üstəgəl A, üstəgəl A bərabərdir 3A-ya. Bəs yer dəyişmə AD bərabərdir A-dan D-yə. Deməli, yer dəyişməni necə hesablayacağıq? Başlanğıc və son nöqtə. Başlanğıc A-dan başlamışdı, sonu D-də bitmişdi. Ona görə də yer dəyişməsini göylə işarə edirəm. Yer dəyişməsi də budur, göylə olan. Yer dəyişməsi nədir? A-dır. Bizdən nəyi soruşur? Neçə dəfə çoxdur? L böl S bərabərdir 3A böl A bərabərdir 3. Cavab olacaq 3. Eyni şəkildə 57-də də. Baxırıq. Bizdən nəyi soruşur? A, B, C-də A-dan D-yə qədər getdiyi yol. A-dan D-yə getdiyi yol budur. L bərabərdir AD. 2A üstəgəl A üstəgəl 2A bərabərdir 5A-ya. S, yəni yer dəyişmə. Onu da göylə işarə edirəm. A-ya bərabərdir. Bizdən nəyi soruşur? Yenə də neçə dəfə çox olduğunu soruşur. Ona görə də L-i bölürəm S-ə bərabərdir 5A böl A bərabərdir 5. Cavab olacaq 5. Aha, 58. Düzxətli hərəkətdə cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Müşahidə başlayandan 3 saniyə ərzində gedilən yolun yer dəyişmə modulundan neçə metr çox olduğunu hesablayın. Baxırıq. Koordinatın zamandan asılılığı verilib. Yəni, çox aydın şəkildə biz onun hərəkət zamanı getdiyi yolu hesablaya bilirik. 6-dan 1-ə gəlib. Burada nə qədər yol gəlib? 5 metr. 1-dən 3-ə gedib. Burada nə qədər yol gedib? 2 metr. Deməli, L nəyə bərabərdir? 5 üstəgəl 2 bərabərdir 7 metr yol gedib. Aha. İndi yer dəyişməni soruşur bizdən. Yer dəyişmə nədir? Budur. Yer dəyişmə nədir? 6-dan 3-ə gəlib. Yer dəyişməsi. Bu neçə olub? 3 metr. Onda yer dəyişməsi nədir? S-i. AD. Əslində bunu içəridə yazsam yaxşı görünərdi. S, AD bərabərdir 3 metr. Neçə metr? Baxın, bu dəfə diqqətli olmalıyıq ki, bizdən neçə dəfə soruşmur. Neçə metr çox oldu. Deməli, elimiz 7-dir, S-imiz 3-dür. Eldən S-i çıxanda nə eləyəcək? Cavab 4 eləyəcək. Yəni, fərqləri nə olur? 4. Növbəti də eyni şəkildə olmalıdır. Düzxətli hərəkət zamanı, koordinatın zamanından asılılıq qrafiki verilmişdir. Biz isə burada baxırıq. Deməli, bizdən eyni şəkildə 4 saniyə ərzində gedilən yolun yer dəyişmə moduluna neçə metr, neçə dəfə yox, neçə metr. Burada nə qədərdir? 4-dən 1-ə gəlib, 3 metr burada gəlib. 2-dən, yox, 1-dən 6-ya qalxıb, 5 metr burada gedib. İndi isə yer dəyişməni bu yoldur. L bərabərdir 3 üstəgəl 5 bərabərdir 8 metr. Bu yol
S, yəni yer dəyişmə, başlanğıc və son nöqtəsini birləşdirirəm. 6-dan 4-ü çıxıram, 2 metr. S-imiz də 2 metr. Bu da yer dəyişmə. Deməli, bizdən onların fərqini soruşur, yəni nə qədər çox olduğunu. Eldən çıxıram, S bərabərdir 8 çıx 2 bərabərdir 6 metr fərqlənirlər. Deməli, artıq biz düzxətli bərabər sürətli hərəkət mövzusunu bitirdik. Yəni, bərabər sürətli hərəkətlərimiz bitdi, qaldı təcilli hərəkətimiz. Növbəti video dərslərimizdən düzxətli bərabər təcilli hərəkətin testlərinə baxacağıq. Sağ olun.